Bismillahirrahmanirrahim. İmam Sadiq aleyhisselam buyurub, Allah sevdiyi və xeyrini istədiyi kəsin ürəyinə İmam Hüseyin aleyhisselamın sevgisini və ziyarətinin şövqünü salar. Mənbə Biharul Ənvar. Esselamu aleyke ya Əbu Abdullah. Esselamu aləl Hüseyin və alə Ali ibn Hüseyin və alə evladil Hüseyin və alə əshabil Hüseyin əlləzine bəzələ muhacihəm dunəl Hüseyin aleyhisselam. Gününüz xeyir və bərəkət dolu keçsin əziz izləyicilər. Bəli, Muharrem ayı artıq daxil oldu. Bu o deməkdir ki, bəzi möminlərimiz, demək o ki, çox bir hissəsi hər günü ziyarət-i Aşuranı oxumaqla keçirdirlər. Sanki bu əməli vacib bir əməllər cərgəsində qərar veriblər. Bəli, əməllərə gəldikdə isə bizə də maraqlı gəlir. Görəsən, Muharrem ayında başqa nə kimi əməllər edə bilərik? Elə isə mövzumuz Muharrem ayıdırsa və həqiqi eşq olan İmam Hüseyin aleyhisselamdırsa, bu ayın mahiyyəti barəsində də sizlərə məlumat vermək istəyiriksə, deməli studiyamızın qonağı var. Qonağımız ilahiyyatçı Corat məscidinin müəlliməsi Elnurə xanım İbrahimovadır. Xoş gördük Elnurə xanım. Xoş gördük. Elnurə xanım, vurguladığımız kimi artıq Muharrem ayı daxil oldu. Bu o deməkdir ki, Muharrem ayının əməlləri barəsində birini söylədik ki, bu əməllərdən biri də ziyarət-i Aşura oxumaqdır. Siz özünüz bir müəllimə kimi və vaxtilə tələbə olmuş, sizin də gözəl ustadlarınız olmuş və sizdən də ricamız belədir ki, və sualımız da bu cür olacaq ki, Muharrem ayında hansı əməlləri etməyi bizə tövsiyə edirsiniz və bu Muharrem ayını biz necə keçirməliyik bir müsəlman olaraq? Bəli, bu gündən artıq Muharrem ayının matəm günləri başlayır. Allah'tan sizlər üçün də, özüm üçün də Muharrem ayını mərifətlə tanıyıb, İmam Hüseyin aleyhisselamın mərifətlə dərk edib, mərifətlə bu ayı yaşamağı arzu edirəm. Ümumiyyətlə, Muharrem ayı ilahi övliyaların, Allaha tərəf getmək istəyənlərin bir mənalı xeyir, bərəkətin nazil olduğu aydır. Və o səbəbdən ki, İmam Hüseyin aleyhisselam bu Muharrem ayında elə bir iş görüb ki, Allahın rəhmətinin də, nəzərinin də bizlərə, sizlərə şamil olduğu bir aydır. İmam Hüseyin aleyhisselam öz mübarək canından keçib, balalarının canından keçib, əhli əyalından keçib. Biz də bu ayı dəyərləndirməliyik. Bu ayda İmam Hüseyin aleyhisselam üçün əzadarlıqlarımızı, matəm məclislərimizi əhl-i beytə layiq bir surətdə keçirtməliyik. İstər məscidlərimizdə olsun, istər evlərimizdə olsun, istər hər hansı bir məkanda olsun. Deyərdim ki, bu əvvəl 10 günlükdə və hətta 2 ay Muharrem ayı ki davam edir, İmam Hüseyin məclislərini keçirməyi, İmam Hüseyin üçün ağlamağı, İmam Hüseyin üçün sinə vurmağı özümüzə bir vəzifə bilməliyik. Və bu 10 günlükdə hər bir insana, hər bir əhl-i beyt aşiqlərinə, hər bir izləyicilərimizə tövsiyəm budur ki, məscidlərimizi boş qoymayaq. Harada İmam Hüseyin məclisləri keçirilir, yəni o məclislərdə iştirak etməyə cəhd göstərək. Və özümüz də öz evlərimizdə kiçik bir İmam Hüseyin məclisləri təşkil eləyək. Necə ki, bizdən əvvəl ata-babalarımız və yaxud hətta ki, imamlarımız belə bizləri bu məclislərə təşviq ediblər. İmam Hüseyin aleyhisselamın məclislərini bizlərə imamlarımız tapşırıblar. İmam Cəfər Sadiq aleyhisselam, İmam Rıza aleyhisselam İmam Hüseyin məclislərini təşkil edib evlərində bu cür sinə vurublar və İmam Hüseyin üçün ağlayıblar. Mən deyərdim, İmam Hüseyin aleyhisselamın bu 10 günlük məclisləri keçirilir. O 10 günlüklərdə iştirak eləmək bizə, ruhumuza, bizim mənəviyyatımıza böyük bir təsir göstərir. Yəni, necə ki bizim cismimizin qidası var, bizim də ruhumuzun qidası bu cür mənəvi məclislərdə, istər məscidlərdə, istər hansısa bir yerdə məclis varsa orada iştirak etməkdir.
ruhumuzu qidalandırmaqdır və əziz Peyğəmbərimiz Rəsul-i Əkrəmin bir hədisini burada siz əzizlərin, izləyicilərimizin diqqətinə çatdırmaq istəyirəm ki, Peyğəmbərimiz istər Əhl-i Beyt barəsində, istərsə də İmam Hüseyin əleyhissalam barəsində nə buyurur? İmam Hüseyin əleyhissalam misbahul hudadır. Bəli. Yəni hidayət çırağıdır. İmam Hüseyin əleyhissalam biz ümmət üçün, biz insanlar üçün hidayət çırağıdır. Yəni İmam Hüseyin əleyhissalam həqiqətlərin üzərindən pərdələri götürən bir kəs olub. Bəli. Və bizim də vəzifəmiz bu günlərdə odur ki, bu 10 günlüklərdə ki, bizim məhərrəmin birindən məhərrəm onunacan bizim xatiblərimiz məscidlərdə, məclislərdə, dəvət olunmuş məclislərdə xitab söyləyirlər, xutbə söyləyirlər. Həmən o xatiblərimizi diqqətlə dinləyək. Çünki onlar İmam Hüseyin əleyhissalamın o məhərrəm ayında ki, vacib bir əməlini ki, həc əməlini ki, yarımçıq qoyub Kərbəlaya gəlib, orada Kərbəla gözəlliklərindən danışırlar. İmam Hüseyin əleyhissalamın Babəl Həvaic Əbəlfəz ağamızın şəhadətindən danışırlar və Kərbaladan sonra baş verən hadisələrdən bizi maarifləndirirlər. Orada iştirak etməyi hər kəsə tövsiyə edirəm. Ona görə Allah Taala burada buyurur ki, Peyğəmbərimiz deməli İmam Hüseyin əleyhissalam hidayət çırağıdır. İmam Hüseyin əleyhissalam necə hidayət çırağıdır? Ancaq biz o xatiblərin muizələrindən, sözlərindən, yəni ilham alaraq bilə bilərik ki, İmam Hüseyin əleyhissalamın yolu necə bir yoldur. Necə İmam Hüseyin əleyhissalam həqiqətlərin pərdələrini bütün şəkildə açıb bizə İslam həqiqətlərini göstərib. Və burada Peyğəmbərimiz buyurur ki, İmam Hüseyin əleyhissalam həm hidayət çırağıdır, həm də səfinətül nicatdır. Yəni nicat gəmisidir. Burada da bizə bir işarədir ki, biz də İmam Hüseyin əleyhissalamı ağlamaqla, əzadarlıq etməklə, ona yas saxlamaqla, yaxşı işlər görməklə bu 2 ay müddətində İmam Hüseyin əleyhissalam üçün çalışmaqla və səfinətül nicatdan nicat tapmış olan bəndələrdən biri də məhz biz ola bilərik. Bəli. Elnura xanım, o qədər gözəl vurğuladınız ki, demək ki, bu məclislərin deyərdim ki, özəyi odur ki, məclisləri diri saxlamaq lazımdır. Bəli. Bəli. Və sizin söylədiklərinizin içərisində siz danışdıqca sanki elə o danışdıqlarınızı biz öz həyat təcrübəmizə və yaxud da ki, özümüz nəyəsə dayanıb da müəyyən bir şeyləri insan sanki içindən keçirdir və o duyğu ilə yaşayır. Onda belə demək olar ki, İmam Hüseyin əleyhissalam elə haqqı batildən ayırdı. Bəli. İslamın həqiqətini doğru, düzgün surətdə biz insanlara çatdırdı. Bəli. Peyğəmbərimiz, İslam dini bir ağaca bənzəyirdi ki, Peyğəmbərimiz öz əxlaqı ilə, öz ədəbi ilə, İslamın qoyduğu qayda qanunlarla, gözəlliklərlə o ağacı diriltdi, o ağacı çiçəkləndirdi. Amma bir an oldu ki, Peyğəmbərimiz artıq dünyasını dəyişdi. Peyğəmbərimiz dünyasını dəyişməklə ondan sonra ki, baş verən hadisələr oldu xəlifələrin dövründə və digər məsələləri ki, burada qeyd etmək yəni çox vaxt aparır. Artıq İslam dininin adı var idi, amma özü yox idi. Və İslam dini günü-gündən solmaq üzrə idi. İmam Hüseyin əleyhissalam deyir ya, hidayətin çırağıdır. Öz qanı ilə bu ağacı elə suvardı ki, ta qiyamətə qədər o ağacı yaşayıb, yaşayır və yaşayacaq. Elnura xanım, o qədər gözəl nüanslara toxunursunuz ki, insan sadəcə olaraq dinləmək və heç bir şey deməmək, sual belə vermək istəmir ki, o çərçivədən kənara çıxmayaq və əsas olaraq istədiyimiz məlumatları əldə edək. İmam Hüseyin eşkərvandır. İmam Hüseyin bizləri namazda deyərdim ki, tam sabit olaraq saxlayan imamdır. Və bütün varlığı ilə, deyərdim ki, nəinki tək canı ilə, sevdikləri ilə belə bizlərə Mühərrəm ayını yaşadaraq İslam dinində necə qalmaq lazımdır, onu da öyrətdi. Amma
Əgər biz İmam Hüseyn əleyhissalama eşq deyiriksə və eşqin içərisində bir eşq karvanı da var ki, o da üzü Məkkədən üzü Kərbəlaya tərəf səmt götürdüsə, eşqlər arasında da mənim fikrimcə fərq var. Həqiqi eşqlə İmam Hüseyn əleyhissalamın eşq arası, yəni nə? Bəli, gözəl buyuruz. İmam Hüseyn əleyhissalam və həqiqi eşq. Ən əvvəl eşqin məfhumunu başa düşməliyik, dərk etməliyik ki, yəni bəzilərimiz eşqi sevgi ilə qarışdırır. Həqiqi eşq elə bir vulkandır ki, elə bir alovdur ki, onu söndürmək qeyri-mümkündür. Sevgi, məhəbbət ayrı bir şeydir. Eşq ayrı bir şeydir. Yəni, eşq məhəbbətin ən ali dərəcəsidir. Və insanın nəhayətsiz, sonsuz bir talatumda saxlayan bir məfhumdur. Aşiq deyir, öz məşuqunu daima intizarında olur, həsrətində olur. Həqiqi eşq elə bir alovdur ki, bənzədirəm mən Muhammed Füzulinin Leyli Məcnun əsəri ki var, deyir, Qeysi Leylini Məcnunu eləyən Leyli olan eşqi idi. Qeysi Məcnun eləyən Leyliyə olan həqiqi eşqi idi. Yəni, burada iki nəfərin eşqi yox, burada insanla, bəndə ilə Allahın eşqindən danışır Muhammed Füzuli. Bəzən biz düşünürük ki, iki nəfərin eşqidir, Leyli ilə Məcnun, xeyr. Burada bəndənin həqiqi eşqindən danışır. Buyurur ki, deyir, həqiqi eşq səni öldürərsə, eşq olsun o eşq. Nə gözəl. Bəli. Və həqiqi aşiqləri, həqiqi aşiq yəni sarmaşıq. Yəni, bilirsiniz ki, bir ağaca, bir bitkiyə sarmaşıq olanda, yəni onu açmaq qeyri-mümkündür, onu qıra bilər, yəni açmaq qeyri-mümkündür. Həqiqi aşiq, yəni pərvanə. Və mən sizə İmam Hüseyn əleyhissalamla bərabər başqa aşiqlərdən misal gətirmək istəyirəm. Həqiqi aşiqlərdən sizə misal gətirmək istəyirəm Allahın dostu olan Həzrəti İbrahim əleyhissalam. Həzrəti İbrahim əleyhissalamın Allaha olan eşqi onun imtihanlarından keçdi. Həzrəti İbrahim əleyhissalam Allaha olan eşqi o dərəcədə ali bir dərəcə idi ki, Nəmrud lənətullah onu o da atsa belə, bəli, atdı belə, yenə də o öz eşqindən dönmədi. Və Allah Taala bu eşqinin müqabilində onu özünə dost qərar verdi. Həqiqi aşiq sizlərə Nuh əleyhissalamı misal gətirmək istəyirəm ki, Həzrəti Nuh əleyhissalam eşqin fərağından gecə-gündüz nalə çəkib ağlayırdı. Həqiqi aşiq kim idi? Həqiqi aşiq İsa əleyhissalamı idi ki, eşqindən saralıb solmuşdu. Həqiqi aşiq sizə misal gətirmək istəyirəm Həzrəti Əyyub əleyhissalam. Həzrəti Əyyub əleyhissalam min müsibətlərin müqabilində bilirsiniz ki, nə qədər Allah Taala çətinliklərlə onu övladları ilə imtihana çəkdi, dövləti ilə, varı ilə imtihana çəkdi. Amma Əyyub əleyhissalam hər birinin müqabilində səbr elədi. Allah Taala onu peyğəmbərlər içərisində ən səbirli peyğəmbər kimi bizə tanıtdı. Çünki o həqiqi aşiq idi. Və buyururdu ki, Əlhamdülillahi kəməxu və əhlu. Həqiqi aşiq kim idi? Həqiqi aşiq Həzrəti Rəsulullah idi ki, kafirlərin, müşriklərin ona etdiyi əzabların müqabilində hər birinə sinə gəlib İslamı dünyaya gətirdi. Gözəl biçimdə, gözəl bir halətdə. Həqiqi aşiq sizə kimi deyim? Həzrəti Əli əleyhissalamı ki, bilirsiniz ki, Peyğəmbərimiz ayə gəldi Allahdan Peyğəmbərə Cəbrail əleyhissalam vasitəsilə ki, sən bu gecə Məkkəni tərk eləməlisən. Onun yerində yatan, Allah yolunda, məhbubunun yolunda özünü fəda edən, Allahın Peyğəmbərini yerində yatan Həzrəti Əli əleyhissalam oldu. Hətta bilir ki, ölüm təhlükəsi ləbuddur. Həqiqi aşiq, aşiqlərin aşiqi İmam Hüseyn əleyhissalam idi ki, Allah Taala
İbrahim əleyhissalamın eşqinin müqabilində İsmail istədi. Neçə illərdən sonra ki, Allah İbrahim əleyhissalama İsmaili əta eləmişdi, İsmaili ondan istədi. İbrahim, bəli, həqiqi eşqin müqabilində İsmaili qurban verməyə hazır olduğunu bildirdi. Amma Allah o qurbanı qəbul eləmədi. Amma həqiqi, ona görə deyirəm bəyəxlar ki, İmam Hüseyin həqiqi aşiq idi. Bəli. Ki, İmam Hüseyin əleyhissalam həqiqi eşqin müqabilində Allaha olan eşqini göstərmək üçün Kərbəla meydanında tikə-tikə olmuş Əli Əkbərindən keçdi. Kərbəla meydanında ən ali dərəcədə şəhid olmuş Babəl həvaic olan Əbəlfəzindən keçdi. Və Kərbəla gözəlliklərini o körpə Əli Əsxərinin şəhadəti ilə daha da gözəlləşdirdi. Allaha olan eşqini öz övladının qurban verməyi ilə Allah olan eşqini göstərdi. Və Allah olan eşqindən başını kəsib bədənini atların ayağının altına tikə parça etsələr belə, ailəsi, əhl-i beytin əsir düşməsinə belə razı oldu. Çünki həqiqi aşiq İmam Hüseyin əleyhissalam idi və buyurardı, ya Rəbbim, ey Allahım, bir kəs ki səni tapıb, o nəyi itirib? Bir kəs ki səni itirib, o nəyi tapıb? Çünki həqiqi aşiq İmam Hüseyin əleyhissalam idi. Bəli. Həqiqi aşiq Allah yolunda mütləq ki, nəyinisə qurban verməlidir. Bəli, bəzən hər birimiz deyirik ki, mənim Allah olan eşqim böyükdür, mənim Allaha məhəbbətim var. Mən həqiqi aşiqəm. Bir insan özünün aşiqliyinin həqiqətini görmək istəyirsə, İmam Hüseyin əleyhissalamın Kərbəla gözəlliklərinə nəzər yetirsin. Və İmam Hüseyin əleyhissalamın həqiqi eşqin müqabilində verdiyi qurbanlara diqqət eləsin. Bəli. Biz həmin qurbanları verə bilməsək də, biz həmin halı İmam Hüseyin, çünki Allah Taala ona o belə deyək də, həyat tərzini, yaşantısını, hər bir şeyini Allaha görə yaşayan İmam Hüseyin əleyhissalama vermişdisə, biz hər şeyə qurban verə bilmərik, amma biz ən azından Qurban bayramında hər dəfə dediyimiz bir kəlmə var. Kəşki öz nəfsimizi Allah yolunda qurban verə bilək. Elə bu Allahı sevməkdən də ibarət olacaq, əlbəttə ki. Gözəl buyurursunuz. İmam Hüseyin əleyhissalam qədər həqiqi aşiq ola bilməsəydi, çalışırıq ki, İmam Hüseyin əleyhissalamın aşiqlərindən olaq. İmam Hüseyin əleyhissalama bacardığımız qədər bu 2 ayda, Məhərrəm ayında 10 günlükdə xidmət göstərək və ona olan eşqimizi bir cür göstərək. Əlbəttə. Ümumilikdə götürsək, Elnurə xanım, veriliş o qədər deyərdim ki, həqiqətən də Mühərrəm ayının ab-havasında artıq illərdir ki, bu veriliş davam edir. Diqqət etsək, Mühərrəm ayının verilişlərində insanda sanki bir başqa qəm, hüzün gəlir. Suallar belə insanın özünü düşündürür və o düşünməyin müqabilində deyirsən ki, doğrudan da İmam Hüseyin əleyhissalam həyatında yoxa, Allahın onu nə vermişsə hər şeyindən keçdi. Və hər şey. Hər şeyindən. İndi inşallah biz də Mühərrəm ayında həyatda bir dönüş etməliyik və elə zənn edirəm ki, elə bir dönüş olmalıdır ki, bu dönüş geriyə dönüb baxanda, yəni ilahi, mən heç nəyimlə övladlarımı qurban verə bilmərsəm belə, çünki sən onu mənə əmr etməmsən ki, mən edim qurban, amma mən sənin yolunda nələrimə bacarıramsa onları keçməliyəm. Bəli, bəli, razıyam sizinlə. Elnurə xanım, ümumilikdə götürsək, verilişin son dəqiqələrini artıq doğru irəlilədikcə, hər verilişdə mütləq belə bir sual verirdik. Əvvəlki Mühərrəm verilişlərindədir ki, siz Kərbəlada olsaydınız, İmam Hüseyin əleyhissalamın o qanlı çölünü görsəydiniz, nə edərdiniz? Məsələn, hər bir verilişdə olan qonaq
indiyənə qədər yadımdadır ki, və burada əziyyəti, zəhməti keçənlər də ki var. Biz verilişdən sonra onu müzakirə edəndə insana bir başqa ab-hava gəlirdi ki, hər qonaq tam fərqli bir yöndən baxırdı və hər biri bir başqa cür fikirlərini bildirirdi. Amma biz bu il sizinlə ilk Mühərrəm verilişidir və ilk Mühərrəm verilişində ki sizinlə başladıq, mənim özümə də maraqlı gəlirdi. İndiki Elnurə xanım İbrahimova Kərbəla çölündə olsaydı nə edərdi? Hüseyndir ayət rəhmət. Hüseyndir qayət rəhmət. Hüseyndir qiblə-i qeyrət. Hüseyndir məni heyrət. Hüseyndir ruhi hurriyyət. Hüseyndir fəxri heysiyyət. Hüseynsiz neynirəm fəzli? Hüseynsiz neynirəm fəzli? Hüseynsiz fəzlə min lənət. Bəli. Öz bu şeir hissəsi ilə özünüzü dediniz ki, bizə yəni nələr edərdiniz? Bəli. İmam Hüseyn əleyhissalam həqiqi xidmətlərindən, xadimlərindən olmaq, aşiqlərindən olmaq bizim üçün böyük bir Allahın bizə verdiyi bir lütfdür. Allah Taala bu Məhərrəm ayının hörmətinə xatir inşallah, bu günlərin hörmətinə xatir, İmam Hüseyn əleyhissalamın hörmətinə xatir bizləri həqiqi mərifət əhlindən qərar versin inşallah. Həqiqi xadimlərdən qərar versin inşallah. Həqiqi aşiqlərdən qərar versin inşallah. Təşəkkür edirik verilişimizə gəldiyin üçün və təklifimizi rədd etmədiyin üçün. Bir daha sizə təşəkkürümüzü bildiririk. Xidmətinizi Allah ali dərəcədə qəbul eləsin. Çox sağ olun. Allah sizdən də razı olsun. Bəli, əziz izləyicilər. Eşq, yəni Hüseyn. Eşq, yəni Kərbəla. Eşq, yəni Həzrəti Əbəlfəzl Əbbas. Eşq, səhrada susuz dolanan Zeynəb. Eşq, körpə, 3 yaşlı Rüqəyyə. Sağ olun, salamat qalın. Allah amanında.